Herkese salamlar, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videoyla qarşınızdayım. Videoyu keçməmişdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndikdə like edə bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımızı hər birinizi gözləyirəm. Burada səhmlər və kriptovalyutalar haqqında məlumatlar, öz alış-satış şəxsi analizlərimi, öz şəxsi alışlarımı və satışlarımı paylaşıram. Həmçinin dostlar, kriptovalyuta üzrə də TikTok səhifəmiz var ki, burada da müəyyən paylaşımlar edirik və bunları deməli öz Telegram kanalımıza paylaşırıq. TikTok səhifəmizdə də gördüyünüz postların linkindən vuraraq izləyə bilərsiniz kriptovalyuta haqqında. Adminlərimiz yaxşı maarifləndirici paylaşımlar edirlər. Bugünkü mövzumuz dostlar iki ən böyük xəbər haqqındadır. Həmçinin ən böyük çox böyük potensiallı səhim haqqındadır. Nə mənada? Yəni bu səhimlər zaten çox adam tərəfindən tanınır, lakin son xəbərlərə görə bu səhimlərin indiki qiymətdən qat-qat artığı gələ biləcək tempdədir, yöndədir, trenddədir. Yatırım tövsiyəsi deyil bu videoda danışdıqlarım heç biri. Sadəcə məlumat və xəbər çərçivəsindədir bu danışdıqlarımın hər biri və şəxsi təcrübələrimə əsaslanır. Belə dostlar, hansı səhimlərdir bu danışacağım? Marvel və Google şirkət səhimləri haqqında danışacağım. Niyə bunlardan danışacağım? Deməli dostlar, Marvel Technology bundan əvvəlki rüblərdə Nvidia CEO-su Jensen Huang'ın Marvel 1 trilyon dollar bazar dəyərinə çatacaq xəbəri ilə böyük bir artış etdi bu il. Güncəl ildə 189% artım etdi. Və bundan sonra 163 dollarlara qədər düşdü və hal-hazırda demək olar 50%-ə yaxın son bir ayda 22% yüksəliş edib. Hətta minimumdan alsanız bu 35-40% yüksəlişə gəlib çıxır. Bu niyə belə oldu? Hal-hazırda niyə artmağa davam edir? Bu möhtəşəm xəbəri sizlə paylaşacağım ki, deməli Google, yəni Google şirkəti bildiyimiz Marvel'ın 50 milyondan çox səhmini almaq üçün müraciət edib Marvel Technology şirkətinə. Bu hər iki şirkət üçün dostlar möhtəşəm xəbərdir. Niyə? Çünki Google Marvel'ın texnologiyasından istifadə edərək gəlirlərini qat və qat daha da artıracaq. Həmçinin Marvel da Google kimi böyük şirkətin ona bu qədər yüksək miqdarlarda pul yatırdığına görə daha da inkişaf edəcək və Jensen Huang'ın dediyi kimi hal-hazırda bazar dəyəri 219 milyard dollardır. 1 trilyona çata bilər. Təbii, yəni bunun kimi bir neçə şirkət Marvel-la əməkdaşlıq etsə, onun səhmlərindən salan milyardlarla pullar investisiya etsələr, təbii olaraq Nvidia kimi olmasa da, yəni 1 trilyon dollarlıq bazar dəyərinə çatmış şirkətlərdən ola bilər Marvel. Yəni bu həm Marvel, əsasən Marvel üçün, amma həmçinin Google üçün möhtəşəm xəbərdir. Yəni gəlin Google-a da baxaq son performanslarına. Dediyim kimi yatırım tövsiyəsi deyil dediklərimin heç biri. Lakin dostlar, belə deyim, məsəl üçün Google güncəl ildə 6% artıb. Bu xəbərin gerçəkləşməsi ilə, yəni Marvel satışını təsdiq edərsə, Google da bu il ərzində yüksək artımlar gözləyə bilər. Bunun üçün potensialı var. Məsələn, finansal bölümündən gəlib baxsaq, görərik ki, Google'un FK və price to sale səviyyələri aşağı səviyyədədir. Yəni ki, artıma daha çox yolu var. Və bu kimi fürsətləri biz investorlar dəyərləndirməliyik əslində. Yəni bu kimi xəbərləri, bu kimi böyük əməkdaşlıqları dəyərləndirsək, bu bazarda böyük miqdarlarda gəlirlər qazana bilərik. Məsələn, Google'ın gələcək təxminlərinə baxaq. Yəni yüksək təxminləri var belə baxanda. Yəni ortalama 26%, maksimum 52%, bəlkə də ondan da yüksək artım edə bilər. Bu ola bilər. Bu əməkdaşlıq nəticəsində böyük gəlirləri oynayarsa, Amazondan daha sürətli gəlir artımına çatarsa Google, bu möhtəşəm artım tempini çata bilər. Belə dostlar, yəni bugünkü bu xəbərləri paylaşacaqdım. Bu iki əməkdaşlıq, bu iki şirkət üçün böyük bir gəlir yarada bilər. Sizlər də deməli, investisiya öyrənmək istəyirsinizsə, investisiya haqqında məlumatlar əldə etmək istəyirsinizsə, Telegram kanalımızı izləyə bilərsiniz, YouTube kanalımıza gəlib izləyə bilərsiniz, videolar, kanala abunə ola bilərsiniz və birlikdə nələrsə öyrənə və öyrədə bilərik. Bugünkü video bu qədər. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə.